Salam dəyərli tələbələr, mən Fuad müəllim. Biz növbəti sınavın artıq izahına keçirik. Bu isə interrogativ, yəni sual cümləsi ilə bağlıdır. Testlərdə daha çox düşür special question sualları, yəni xüsusi sual cümləsi. Qısa tag question deyil, məsələn tag question və ya disjunctive question bunlarda nə formada olur? Disjunctive-də məsəl üçün cümlə gəlir, hər hansısa bir cümlə. Məsəl üçün deyək ki, visited him. I deməyək burada, məsəl üçün she deyək burada. She visited him. Vergül olur. Bir tərəf təsdiqdirsə, o bir tərəf inkar olur. Bu cümlə keçmiş zamanda da düzdür. Bunun sualı, inkarı, köməkçi feilləri did. Yazıram did, amma nə də inkarda. Didn't. Mübtədə nədirsə onu yazıram she. Yox, bir tərəf inkar olsaydı, o bir tərəf təsdiq olur. Yəni bu tag question'ın qaydasıdır. Bunlar düzdür, çox da tələb olunmur imtahanda, amma qısa dedim bunu. Amma əsas interrogative sentencelərdə tələb olunan bugün keçəcəyimiz special question, yəni xüsusi sual cümləsidir. İndi baxaq, xüsusi sual cümləsi əsas iki qaydası vardır. Birinci qaydası budur. Sual sözü köməkçi və ya modal feil, mübtəda əsas feil. Sual sözü ikinci qayda və ya xəbər. Modal feilləri bilirsiniz, kəndi, mastı, meydi, şuddu. Köməkçi feillərdə ki, məsəl üçün hansı zamana zamanları keçmişdik. Nə ilə sual verirsə, o köməkçi feildir. Do, doesdır, shall, will, am, is, was, we, have, has, had, bax bunlar. İndi baxaq, bizim sual sözlərimiz hansılardır? Birinci, who, what isim. Görürsünüz, what-da isim ola da bilər, olmaya da bilər. Sonra whose mütləq isim, what kind of isim, which isim arada of ola da bilər, olmaya da bilər. Yəni which of-la işlənə də bilər, işlənməyə də bilər. How many cəm isim, how much sayılmayan isim. Bunlar of-la da işlənə bilər, işlənməyə bilər. Which-dir, how many, how much, bir də what kind of. What kind mütləq of-la işlənən onu deyim. Bunlar hər iki qayda ilə düzəlir. Yəni, bax, birinci qayda ilə də düzəlir. Yəni, birinci qaydamız nədir? Köməkçi modal mübtədə əsas feil. Görürsünüz? Köməkçi modal mübtədə əsas və ya birbaşa xəbər də gələ bilər bu ikinci qaydada. Xəbər də ola bilər. Amma ikinci, bunları qəşəng əzbərləmək lazım. Yəni, testdə tətbiq edəndə. Çünki sınaqları işləyəndə bunları görəcəksiniz. Bu tipli suallarda tələb olunacaq. Whom'dur, where'dir, when'dir, why'dir, how long, how often, how far. Bunlar bizim sual sözlərimizdir. Bunlar bir qayda ilə köməkçi feil və ya modal feil, mübtəda bir də əsas feil. Burada modal da ola bilər. Modal yazın qısa. Amma bunlardan sonra məsələn birbaşa xəbər, yəni birbaşa feil, come, go, learn bunlar gələ bilməz. Birbaşa isim, yəni ismi təyin edə bilməzlər. İsimlə işlənən bax bunlardır. What'dur, whose'dur, what kind of'dur, which isimdir, how many cəm isim, how much sayılmayan isim. How many, how much, which-dir bir çox halda of-la işlənmir, amma işlənə də bilər, onu deyim. İndi gəlib biz qaydaya. Baxaq, digər qaydaya daha doğrusu. When-dən, what time-dan sonra bitmiş zaman işlənə bilməz. Yadda saxlayın. Yəni, when, what time-dan sonra bunu tamamlıq budaq cümləsində demişdik. Have, has, verb 3 işlənməz. Amma when-in qarşısında since olanda bitmiş zaman mütləqdir. How long bir çox halda bitmişdir. How long ago keçmiş sadə ilə sual verilir did-lə. Məhsul növ olsa was ilə də sual verə bilərik. Onda bir çox halda did-lə sual veririk. Ago'ya görə. Sonra məsələn how often-dan cümləyə sual verillikdə belə olur. Every, once, twice. Bunlardan sonra zaman anlayışı bildirən söz gəlir. Məsəl üçün, how often do you visit her? Nə qədər müddətdə ona baş çəkirsən, ziyarət edirsən? Məsələn, every month, hər ay. Every zaman anlayışı söz. Bax, belə işlənir. Sonra, how long? Əgər cümləyə how long-dan sual verilirsə, onun cavabı bununla verilir. For üstə gəlir zaman anlayışı söz. Məsələn, how long? Sonra necə olurdu how long-da? Köməkçi feil, sual cümləsinin qaydasıdır. Mübtəda, bin əsas feil. Görürsünüz, köməkçi, mübtəda, əsas feil. How long-la cümləyə sual verilində qayda budur ki, for-dan sonra zaman anlayışı işlədirik. How often-dan sual verəndə indiki sadə zaman zərfləri ola bilər. Every zaman anlayışı söz, once, twice zaman anlayışı söz.
Sonra belə bir qayda var. Əgər köməkçi feil və ya modal feil, mübtəda, əsas feil və sonda söz önü varsa, cavab olacaq yahum, yahu ya da for. Məsəl üçün, sonda nə var? Söz önü. Necədir? Köməkçi, mübtəda, əsas feil. Düzdür? Whom, what ola bilər. Məsəl üçün, bu deyək ki, əşya və ya ləvazimət kimə məxsusdur. Bir də bir şey deyim. Məsəl üçün, from-la whom, what işlənər. Əsasən whom, amma və də ola bilər. Məsələn, from da söz önü, düzdür? By-dır. Məsələn, to, by, with, bunlar söz önləridir. For, bu da ola bilər. Söz önlərinin whom, what işlənir. Amma və ilə from da işlənə bilər. From yəni söz önüdür. Və də işlənə bilər. Whom, what da işlənə bilər. Sonra digər qaydamız nədir? Do, does, diddən sonra birbaşa feil gəlməz. Yəni bu şəkildə olmaz. Do, come. Yanlışdır. Does, learn. Bunlar ola bilməz. Bunu çıxırıq. Did, want. Məsəl üçün olmaz. Necə olmalıdır? Köməkçi olmalıdır. Məsəl üçün did, you, V2 də V1-ə qayıtmalı. Məsələn, brought yox, bring. Belə. Sonra isə bir də bir qayda var ki, sual sözündən sonra birbaşa mübtəda gəlməz. Olmaz. Məsəl üçün, who, he olmaz. When, məsəl üçün, they olmaz. Birbaşa mübtəda gəlməz. Where, məsəl üçün, təyin edicili isim burada mübtəda funksiyasını daşıyır. Məsələn, the man, my car, məsələn, bunlar olmaz. Aydındır, nə olmalıdır? Köməkçi, sonra mübtəda. Who does he, when did they, where, məsəl üçün, has the man, məsəl üçün, come from, belə işlənə bilər. Buna diqqət edirsiniz bu qaydaya. Sual sözündən sonra birbaşa mübtəda gəlməz. Sonra do, does, diddən sonra feil yaza bilmirsiniz. Yəni təsdiqlərsə təbii, yəni don't yox da, yəni doesn't yox. Do, come, does, learn. Sonra who, whom, what'dan sonra köməkçi mübtəda əsas feil varsa, sonda söz önü varsa cavab who, whom, what olur. Cümləyə how long-la sual verilirsə, cavabda for zaman anlayışı bildirən söz götürülür. How often-la sual verilirsə, every zaman anlayışı bildirən sözdən istifadə olunur. When, what time-da bitmiş zaman olmaz. Since, when, how long-da əsasən bitmiş. How long ago-da keçmiş sadə ilə sual verilir. Özət bir daha deyirəm qısa. Bir də bunları əzbərləyirsiniz. Bu sual sözlərinin qaydasını, bu bir qayda ilə düzəlir. Köməkçi və ya modal mübtəda əsas feil. Bu sual sözləri isə hər iki qayda ilə düzəlir. Sual cümləsinin. Bir də isimlə işlənənlərə diqqət edin. Məsələn, what isim, whose mütləq isim. What kind of 100% isim. Which mütləq 100% isim. How many 100% özü cəm isim. How much sayılmayan isim amma 90%. Niyə? Çünki how much-da belə bir şey var. How much bəzən qiymət bildirir. Məsələn, how much is it belə olur. Və ya how much cost feilindən onda belə olur. Kömək feili does it cost. Görürsünüz, burada qiymət bildirəndə ya to be ilə verir, ya da ki, köməkçi mübtəda əsas feil bu şəkildə olur. İsim gəlmir, amma normalda isim gəlmirsə how much deyək ki, information did he brought. Nə qədər məlumat gətirib bizə. Belə ola bilər. Yəni, what'dan sonra isim ola da bilər, olmaya da bilər. Olarsa what təyindir. Məsələn, what book, hansı kitab olmasa ya mübtəda ya da tamamlığın sualıdır. Belə. Və cümlədə də nəyə sual veriləndə onu cümlədən çıxarırıq. Məsəl üçün, yazıram bura John brought some documents. Bir neçə sənədi gətirdi. Sual verir, nəyi? Bu tamamlıqdır, düzdür? Tamamlıq qısa yazıram. Nəyi? Nəylə? What-la verirəm. What-la tamamlığa sual veriləndə köməkçi feil tələb edir. Brought keçmiş zamanda V2. Did-lə verirəm. Did. Sonra mübtəda gəlməlidir. John.
köməkçi mübtəda. Görürsünüz, köməkçi mübtəda. Sonra V2 V1-ə qayıdır. Brought nə olur? Bring. Yadda saxlayın. Did ilə sual verəndə V2 nəyə qayıtmalıdır? V1-ə. Sonra da belə, bu qədər. Məsələn, mübtədəyə sual versəm, John-a nə ilə sual verirəm? Kim gətirdi? Onda belə olur. John yerinə who yazıram. Who brought, ardı yerində qalır. Who brought some documents. Sama sual versəm, təyinə belə olur. How many documents did John bring? Aydındır. Yəni bunu da bir daha yazaq istəyirsiniz. Bu dediyimiz son. Did ilə sual verəndə mübtəda V1 olur. V2 olmaz. Does ilə sual verəndə də does mübtəda yenə V1 olur, amma sonda S və ya ES ola bilməz. Yadda saxlayın. Bu qədər. Ümid edirəm bu dərslərin sizə kömək olacaq. Sınaqları diqqətli şəkildə işləyin və inşallah bu dərslərin, sınaqlarınız kömək sizə çox olacaq. Çox sağ olun. Hələlik diqqətinizə görə var olun. Sağ olun.